10 dekabr günündən hamıya salam. Bu videonu çəkirəm. Əgər YouTube'a giriş eləsəm ki, bu yaxınlarda 2025-də giriş eləmək istəyirəm. 20 günüm falan qaldı. Ora atacağım ilk video olsun. Saat 10-dur. Durub dərsə getməliyəm. 2 dənə dərsim var. Ondan sonra çıxıb aeroporta gedəcəm. Çamadanım yoxdur, sumka var sadəcə. Və Bakıya çatanda saat 2-3 kimi çatacağım. Sonra 1 neçə saatlıq yuxu, sonra səhər bir iş görüb, yəqin ki görüb Məhsin görməyə gələcəm. Beşiktaş'ın olduğu derbi yan sanayi derbisidir. Yan sanayi. Çox xəyalımsa. Neyse. Durub hazırlanaq. Burada bir ədəd belə bir canlımız var. Abicim beni bir bırak. Öpüm. Namına koy. Mən gedirəm. Görüşərik. Siktir gitti. Çox dəfə içində. Namına koy. Dur. Düz yanda. Get. Sistem baş bir şeylərində. Evdən çıxanda 1000 dənə təmbək yedim. Samolyota qaçırma deyə. Sanki bu günə qədər qaçırmışammış kimi. Amma olsun. Gedirək zibil mənə kitlədilər. İndi zibili atım, oradan skuter tapım, oradan universitetə keçim, dərslərimə girim, yeməkxanada yeməklərimi yeyim, bacardım qədər günü minimal maddiyyatla keçirdim. Sonra Samolyota gedim, Samolyota gedən yol çox uzundur. Mən vaxtı kəsdirə bilmirəm, universitetə çıxmalıyam, amma risk atmaq üçün də tez çıxacam. Dərsimi 5-də bitir, burada ön kamerada biraz problem var, çatlaq var çünki. Qoruyucusunun çatlağıdır, onu yəqin ki çıxardacam birazdan. Hətta dur, indi canlı çıxardaq, çünki belə olmur. Aha, indi çıxardıram. Çünki görüntümü çox bulanıqlaşdırır. Bunu dəyişməliyəm ekranı. Hə. Çıxır. Ekran biraz bu cümlə idi. Ona görə bunu çıxartdım. Şu an zaten telefon kablosuz işlədirdim. Yüngül gəlsin deyə. Biraz da daha incə gəlsin, balcı gəlsin. İndi daha da elə gəldi. Bunu da zibilə atmaq lazımdır. Qaldı əlimdə sonra. Hətta skuterimizi tapaq gedəyim universitetə. Xalam da deyir, hava soyuq, istidir. Qaldı geyimdən. Yadımdan çıxan bir şey var. Ya bu klişedə bu olmalıdır. Bir dənə balaca bel sumkası. Mən vurmayasam. Bel sumkası. Bədən sumkası, nə deyim, body bag. İşte onlanım qalıb evdə. İçində də pasportum, kaşdokum, o biri telefonum, çünki telefonumun üney numarası bitib, o biri telefonun Wi-Fi ilə bağlanıram. Ben burada Mart'ta tapdım. Of, bayaq soyuq idi, bunu da geyindim, pişdim. Of, artıq başda olmaq istəyirəm. İndilaq eləyəcəklər. Bazı bir tanıdım qaldı. Üçüncü dəfə sağ olun. Etməyin bezin olmaq. Daha uşaqlar bəyətli təksiz. Ona görə vuruşun, savaş. Çantam da buydu. Çantada yetəri qədər yer olmadığı üçün. Bu arada, bilmirəm, dedim ya, yox, çamadanımda yer yoxdur. Daha çamadanım yox. Çamadan gözləməmək üçün bir artım var, amma inşallah Alzheimer'lıq edib olmayan çamadanımı gözləməyə çalışmaram. Bileti də Sabiha Gökçen. Ora almışam. Bu arada bu lise ilə bağlı bir sizə bilgi verəcəm. Mən həmişə bu yolu gələndə Türkiyəyə ilk gəldiyim vaxtlar. Həmişə burada ən yuxarısında, şurada ən yuxarıda deyəm, düşürmür, bax şurada. Ən yuxarıda o balkon kimi yerdə qızlar olurdu. Mən də ilk gəldiyim vaxtlar 17 yaş oldum, denk bir yaşda olurduq. Həmişə əl edirdilər, mən rejim almırdım. Ondan sonra 1, 3, 5, sonra bir gün orta barmaq göstərdilər mənə, ondan sonra bir də mənə əl eləmədilər.
Yağış yağıyor. Yani yağışı çok seviyorum ama yani bugün yeri değildi da yani. Başta olmak istiyorum. Böyle maşın olur ha. Giriş çok yağış idi göstermedim böyle. Üniversitedim. Yıldız Teknik. Birinci dersin ardından kapuçinomuzla birlikte büyük eve keçirik. Oraya yerleşim, eşyalarımı koyayım. Bu sıra başka bir dersim daha var, ona gireceğim. O biraz uzun seçecek. Belki de o dersler tez çıkabilirim. 3 saat olacak çünkü o ders. İnşallah 5 yaşında olmaz. Həqiqətən birinci dərs bitir. Dostumdan bir sənət götürdüm, bunu Bakıya aparacağım. Mesaj gəldi mənə, önemli değil, okey. Son 1-2 saatim qaldı. Onları da eləyim, sonra son dəfə bir yeməkxanada yemək yeyib sonra gəlirəm Bakıya. Все. Axırı dərslər qutardı. Allahdan müəllim 2 saat sonra buraxdı. 2 saatdan buraxdı, 2 saatdan yox. Skuterımızda taxtımıza görə çatdım və daha doğrusu məhkəyə çatdım. Şimdi yol üstü bir Dubai şokolatı alacağım buradan. Bir dostuma sözüm var idi. Sözümü yerinə yetirəməmişdim. Şimdi onu yerinə yetirib ardından evə keçəcəm. Yeməkxanada da gözləmədim, evdə yeyəcəm. Çöməkləri də alıb çıxacağım. Saat da hardasa saat 17:30. 32'dir. Buram busunu sevirəm də. Diyamadan ikram verim də. Aldım bu arada. İçindən də göstərim. Belə. Yedim isim sıxırım ki, bu dalandı qapıya. Ay. Getməklə də bütün hər zibiliyə, sadəcə bizim pişiyə özünü aşık eləttir. Var mı lan öyle dünya? Ha? Danışmayasınız bir de. O kadar. Ya bütün hayatın boyunca orospuluk mu yapacaksın? Evet yapacağım. Peki neden? Nedeni yok. Nasıl yok ya? Yok işte. Ha uşaqlar, hər şeyi elədim. Artıq getməliyəm. İndi rotamı bəli... Yağış var. Dəlicəsinə var görünür ama yox. İndi rotamı belirləyirəm. Skuter buradadır. Skuter orada saxlamışdım. Skuteruma minirəm. İnşallah götürüm geçsin. Aeroporta gedirəm Sabiyə. Çox uzaq olacaq ama yağış da yağır. Neyse getdik. Havala dalaşmayın. Bax hələ. Hey, dalaşmayın, olmaz. Dalaşma. Hadi doyasan. Sen girdi içeri qanqarçıl düşəcək də burada. Neyse ben yoluma, evli evine köylü köyünü arkadaşlar. Neyse uşaqlar, burada yaxında bir otobüs durağı var. Benim aktif olarak yanımdan keçdiyim. Neyse oradan keçək. Abi yardım lazım mı? Tamam. Arkadaşlar yardım vermək istedim, olmadı. İstemedim. Hə, heç nə, belə otobüs durağına gedib oradan bayağı bir yol gedəcəm. Sonra niyəcəm? Hə, sonra M4 metro xəttinə minəcəm. O mən zaten direkt Sabiha'da düşürdəcək. Bu adam otobüs çekerken çok pişman olmuştu. Hani 6.30'u geçince belki biraz daha hafif geldi ama. Uşaqlar, metrodan düşdük. Harası bir 1 saatlik yol çəkdik. İndi okey, metro da oradadır. İndi metroya keçid edirəm. Yəqin ki 1 saatda o çəkər. Sonra aeroportdayıq. Səhv yerə gəlmişəm, yəni bir tərəfi sonraki bu bir tərəfə keçməliyəm. Belə. Hey. Hə, uşaqlar. Artıq gəldik, çatdıq. Və birazdan bəli uçuruq. Birazdan 3 saat var da yenə də. Bəli, bizimkisi VF nədir? 179. VF 179. 197, 179 lazımdır bizə. Aha. Kapı bilgisini hələ oho var. Biletim, pasportum, pasportum. Heç nə, hələ bizim üçün verilməsinə çox var. 1 saat var minimum. Heç gedim oturum, telefonda vaxt geçirdim. Ben bir xanımın içine kömək edirəm.
Gözde qabaqda qaçır sırılacam. Amına koy. Gəldim okey. Sırılacam. Havanın itlərini təqsim elədik. Deməli, bu dostumla söhbət eləyəcəkdim qapma tərəf. Birdən bir arvad gəldi. İngilis dilində düzəməli deyil. Mən nəsə deyir anlayamıram. Axıra tutdum ki, demək istəyir ki, itləri mənə köməklə aparım. İtlə dolu bir çantanı aparır. İndi arvad qaçır, mən də qaçıram. Yolun yarısında xatırladım ki, ulan sən hara qaçırsan, sənin özünün samolyotu var. İndi mən qaçıram, belimdə sumka var, 10 kilo zaten orada kurtkan var, burada başqa sumkan var falan. Sağ əlimdə itlər var, bir də 4 dənə nə it var. Çantanın içərisinə aparıram, çox ağırlar. Və məndən qaçmağımı istəyir. Zaten yorğunum, səhərdən çöllərdəyim. Uzanmamışam belə, yəni səhər saat 8-dən 9-dan çöldəyim və axşam saat 10'u keçdi da, yəni 11-dir nədir. Tam olaraq burada, bilmirəm nə qədər düşdü, tam olaraq burada qaçan yerdə namaz qılar, burada Allah qəbul etsin. Tam olaraq burada birdən qapısı açıldı heyvan şeysinin. Düşdü heyvanlar yerə, indi it yığıram yerdən. Heç nə, itləri yerdən yığdım qabına, arvadın əli əsir, samolyota gedişir. Zaten samolyota çatdıranda avtobus götürüb axırıncı adamları gedirdi. Ucuzuna yetişdirdik. Neysə, ən azından bir iyilik yapdı. O kim? Arvadın əli əsir. Orada bir süpermenliyi elədim. Hər şeyimi cibimə falan yerləşdirdim. Kutqamı zat bura qoydum. Belə pasport falan deyəcəm, mənim pasportum bitməsin. Qırıq o heyvan qabılsını belə üst-üstə qoyub əlimə qaldırıb apardım belə 2 əlli. Çünki arvadın əli əsirdi, bağlaya bilmirdi qutunu. Mən də necə bağlandığını bilmirəm, başa çanmadım. Qəribə bir sistem var. Hətta deyəsən qutu qırıldı zaten. Üstdən mi anlamadım, qəribə bir şey. Bax şimdi belə. Bu da belə bir anı, yəni mənim başıma gəlməsi olmaz. Əlbəttə bir kaos olmalıdır da. Adam bir anı əzəzə keçdi. Biraz adamla geçti. Açılın, drift atacağım. Bir taraflarınızı sürtmeyin, kıvılcım çıkmasın. Ha, hadi bakalım, tamam. Gidiyorum. Faruk yavaşla. Faruk frene bas, frene. Bizde fren yok. Virajda denk gelirsin aslanım. Geldim, çatdım, duş aldım, yerimdeyim. Yani bir insan isti suyum, orada da isti su var da Türkiye'de, ama bu kadar kaliteli bir yaşamı, bu kravatı, bu 2 nəfərlik böyük kravatı, bu da yani sözlerle ifade edemiyorum, her şeyi özləyər mi? Şu an sözlerle ifade edebilmiyorum. Zevkten 4 köşeyim. Ve bu devirde öğrenci olmak da kolay değil. Bakın daha yeni McDonald's'tan tuvalet kağıdı çaldık. Biz de çok yatabilmeyeceğim. 2 saat yatacağım ama ilk günsün. Bir günümü ayıracağım full yatmağa. Full yatacağım o gün. Neyse. Yataq. Səhər gedək Mehsini görməyə. Zaten səhərdə də 2 saat sonra falan. Mən biraz tez duracağım bir dostumla görüşmək üçün, amma işte ondan sonra Mehsini görüşməyə. 2 hours later. Ah, bəli. Səhər durduq, yeməyimizi yedik, üzümüzü yuduq. Gedirəm dostumla görüşməyə. Oradan da keçəcəm Mehsini görməyə. Bir şey göstərim Mehsini. Messi babayı görməyə gedərkən bizim bəzənmək, düzənmək ciddiyyət. Görürsünüz də uşaqlar. Bunun gəlməsi var. Hani soran gözlerde namlumda bekleyen dargın anılarım gibi. Hani büklüm büklüm boynumda. Video asmışam gözlər. Ayaktan çıkacağım yedim. Adını amına koy.
buradan səslənirəm mənə bütün gün Messi videosu atıp ağla başda adamısın İstanbul'dasan deyənlərə. Buradayım. Bayaq da müsahibə aldılar məndən. Az TV'dən deyəsən. Başıya gəldim, direkt bilet aldım geldim. Saat 2'de 3'te falan sattım bura. 2-3 saatlik yuxuyla direkt oradan çıkıp bura gelmişim yani. Biraz elə bir Belə. Kral be. Bu arada formanı da göstərim belə. Argentinadan gəldiyi iddia edilən bir formadır, orijinaldır. Champions El Mundo forması. Bəli, bayaqdan Messi'ni gözləyirik. Ama gəldi. Saat 1'i keçib. Bağla da bunu da. 165. Messi denememiz ama gelmeyip. YouTube atacağım. Atma. Var YouTube atacağım. Öyle bir şey olmuş. Ne sen sana? Korkulu YouTube atacağım. Hoş gördüğünüz dinleyeceksiniz. Sesin gelsin bakayım. Çok maraklı bir DJ'miz var. Bugün hem müzikçi hem DJ hem kremi mükafat. William Gary. Miroir, dis-moi qui est le plus beau, qui tarde de venir mégalo. Viens donc chatouiller mon ego. Allez, allez, allez. Dans ma bulle. Allez, allez, allez. Qui est le plus fort, Bakou? Allez, allez, allez. Let's go. When I say hey, you say ho. When I say hey, you say Bize film göstermeyin ne olur. Çok çetiniydi ve filmde siz orada kısaca göreceksiniz. Ankara Messi, Ankara Messi, Ankara Messi, Ankara Messi, Ankara Messi, Ankara Messi, gol 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 gol, gol 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 gol. Diario As gazetinin başlığında Messi Maradona kimi giyinip yazmıştılar. Messi Dona markası Gazzetta dello Sport yazır. Çampiyonatı 2022 Argentina, Suudi Arabistan'a karşı. 8.000 azarkeşten soruşur. Hanım Messi? Argentina, Meksika'ya karşı. Messi. Messi bu vaziyetden çıkış. Ve Argentina finale yükseliş. Fes, Güneydoğu oyuncuları. Ve Messi. Onlar azarkeşlerine ümit vermek için. Bütün dikkat ondadır. Gol! Kerem Mbappe. Tekniklerle top Martinez'in kapsınlar geçiş. Oynanılmaz tabiat kuvvesi. Fernandes, Martinez, Gol. Messi. Gol. Neticesi. Dünya Kupası bizim. Başardı. Şanzadeli. Cennette Diego. Neredeyse Messi. Messi ve bu komandasını böyle çıkarlar. Hardesi sabır geçtiler. Bizim maçlarda. Sensin Messi.
Bulgar. Hiç bilmiyorum bunlar dünya şampiyonu olanda böyle səsləyirlər mi var yoksa yok? Her. Leo Messi ve onun komanda dostları uzun yıllar ərzində xüsusi fon əsasında ehtiyaç olan insanlara kömək edirlər. Onlara dəstək olurlar. Bu da görüşünü gördüm. O kadar çok eğlenceli ki. Burası da şok. Ağlayan tabii. Ben xahiş edelim ki belə bir şans olsun. Qayrıya ehtiyaç olan uşaqlar, fiziki çətinlik çəkən uşaqlar və ən əsası bizim Allah can sağlığı versin uşaqlar. Sizdən də böyük bir qələbələr işləyək. Urra! Yoxsa? Messi çağırın! Fuat kulak as Fuat. Teşekkür ederiz. Bu cür isteği qəbul hocana ilk dəfədir bu ölkədədir. Komandaşlarıyla beraber gəlibdi. Azərbaycanın biraz mədəniyyətindən tanış oldu. İnsanlarımızla tanış oldu. Çox sağ olun. Bu dəstəyiniz qəbul ederiz. Aha, şöyle atıldı. Stira. Hey. Hadi. Leave seni. Ağ renklerden sen. Onu tartsa lakı falan gider. Messi görüşü bitti. McDonald's'a geldim, yemek yedim. Belə. Oraları pek çəkə bilmədim, yorulduydum. Boğazım ağrıyırdı. Ondan sonra belə narahat idim, yemək yedim, indi özümə gəldim. 24 saat yiyənmirdim düzəməndim. Bir gün öncə İstanbuldaydım, şimdi Kıxırdalandayım. Ay Vüqar, ay aman. Oxu. Ay, buramda su qalıb. Azərbaycandakı ikinci günüm, 5 günlük günümdən, ikinci günüm. Sasım biraz qalın, çıxır başa düşmürəm niyə. Yuxudan da duralı olub əslində 1-2 saat. Qovurma yedim, yemək yedim. Biraz gözlərim açılmır. Ama açılmalıdır bu yaxında. Telefon inşallah düşməz buradan. Messi görüşü qəşəng keçdi. Yəni əsrarəngiz bir an idi. Onu o qədər yaxından görə bilmək. Saat 1-də başlayasıydı bu event belə deyək. Saat 10-dan oradaydım. Saat 1-ə qədər gözlədik. Sonra saat 2-yə qədər 1 saat daha gözlədik. Ondan sonra işte çıxdı aparıcı falan filan. Adını unuttum da tanınan biriydi, adını unuttum. Ondan sonra çıxdı falan filan işte DJ falan gəldi. William. Belə axırda şey oldu deməli. Bir dənə Messi'nin imzalı topu barmaqlarımın ucundan keçdi, belə sürtdü keçdi. Götürəmədim. Bir dənə də Messi'nin imzaladığı köynək əlimə aldım. Bir dənə qış vardı arxamda. Heç nə qış. Mən köynəyi tam tuta bilmədim ya. Belə çox az qismindən tuta bildim. Qış qucaqladı, özünü atdı yerə falan. Biabırçılıq idi ondan sonra. Əzilənlər, eləyənlər. Ona görə ala bilmədim o köynəyi, amma fark eləməz mən onlardan fərqli olaraq günün birində Messi'nin özündən imzalı forma alacağım. Ona görə belə düşüş hərəkətlərə ehtiyac yoxdur. Belə. İndi bir dənə futbolum var, futbol. 5 günlük Bakı serüvenimdə 2 dənə futbol düz qoş eləmişdim. Biri atment oldu, biri bu gün axşam saat 7-dədir. İndi çıxacağım sinif yoldaşlarımla görüşməyə, sonra oradan axşam tərəf futbola keçsəm, oradan çıxandan sonra köhnə məhəllə yoldaşımla görüşəcəm. Sonra axşam evdə olacağam. Sabahlarım görək, sabaha bilmirəm, sabaha da maraqlı planlarımız var belə. Çox qısa mənzərə göstərək. Belə. Bu arada xəbərləri də çıxdım. Azərbaycan Az TV-dən reportaj aldılar məndən. Onu qoyaram editə. Oradan da reportaj aldılar məndən. Onu amma televizorda yayınladılar, YouTube atmadılar, çox axtardım. Mənim bir dostum bəxtəbəxt
onu videoya alıp Allah'tan Allah razı olsun ondan buna sənə bir kez daha təşəkkür edirəm. Mən təşəkkür eləmişdim. Bir kez daha təşəkkür edirəm. Yəni belə en azından kanıtımız var oraya çıxdığımızda da. Başqa da vardı da elə Crystal Hall'da dostumun qıraqdan çəkmişdi amma televizorda olmağı bir başqadır. Burada bir meyve köşesi var. Vay. Baxıram. Geldim. Gelirim. Gelirim. Niye kırsan qapını? Neyini evi? Aslında çok var. Desəm eləyərsən. Kurmamın dadını çıxarım. O konu bana ağır gelir, açmaya zaman ya. Bana ağır gelir açmaya zaman. Ona gider yolum bizim gibi, akar yaşım sizin gibi. O her biçimde içimdedir ah. Bıraktım tüm seçimleri, yollarından çekilmedim deli ve ben. Bəli, çıxdıq çölə, gedirik. Bu arada qavamın 50'lik pul sayan qaqaş keçdi. Yolda pul saymazlar da yani. Eğer ne olur? Biraz güvenlik tədbiri almadan yolda say. Yəni mən o pulu alıb qaçsam mənə çatanmayasan da yəni sən. Sığmağa çalışır ama sığmır da yani. Abala yani boynundan kesmeye lazım. Buna yanca bunu vloguma koyacağım. Gözde. Abi bugün Eliye yapan. Herkes limonu da getir. Bunu amına koy. Şimdi ikimiz ortamın alakası seviyesine ama. Ortamda birbirine alakalı iki tane unsur yok. Mahnı. Burada pislik görüntü. Bir tane qayda var. Eğer axırıncı qaranı salan yerdə eri olsa ağda düşsə yenə uzursan. Ne oldu? Kilon çəkirsən, bəs var. Biləsiniz bunu. 5'in üçün aldı da yerdə bir dənə. Nə fikirləsən at ortağına. Bunlar adam bilirəm, mənim yoxdur da kesin. Bir dənə əlində 5'in üçün var. Nə fikirləsən? Hə, macəramı sağ satdım. Qaydırıq Türkiyəyə. İndi düşün taksi vurum. Şeydim. Aparsın oradan registrasiya falan filan. Sonra metro ilə evə. Belə, Türkiyə, yeni mən gəldim. Onsuz bir aya qayıdacam, amma olsun. Qayıdan kimi bazar günü səhəri imtahanım var. Ondan sonra yeni işte imtahan həftəsində dalbalalı imtahanlar. İnşallah yaxşı olar. Saat 02:10'du. İndi taksimi vurdum. Hava soyuqdur, amma səhərə nəzərən yaxşıdır. Yağış yox, qar da yağmır. Bu arada yağ qarmırdı, nə də o zarafat eləyənlər. Uzaq olun da məndən də. Bir müddət uzaq olun da məndən bu qış qutarına qədər gizli storylərimizi. Yetər artıq. Bu arada bir iki anımı danışım qısa. Gəzə. Messi'nin imzaladığı, bunu bilmirəm demişdim ya yox. Məndə biraz var B12'lik. Messi'nin imzaladığı bir top idi, vurduğu top idi, neydi o? Bir tane Messi'nin imzaladığı topu onu option atanda parmaklarımın ucundan keçdi. Biraz o əllərimdən kaydı, amma belə sürtdü keçdi. Götürə bilmədim. Messi'nin imzaladığı köynək, bu arada Real Madrid köynəyi. Bir dənə də Messi'nin imzaladığı köynək əlimi aldım, tutdum əlimdən, amma çox az tutdum da belə ucuzundan tutdum. Mən köynəyi tam tuta bilmədim yəni. Belə çox az qismindən tuta bildim. Arxamdakı qırış, bir dənə qırış vardı arxamda. Sarıldı arxadan. Qırış qucaqladı, özünü atdı yerə falan. Güləş pozisyonuna keçdi. Özünü atdı yerə. Dün bir rol pası attık, tamam mı? Geçen 8born'da bir rol pası attık. Aha. Taksimiz gəlir, Toyota Prius gümüşü. Bu arada yanında da Qurtlar Vadisi'ne baxırdım. Bu qalıb. Neyse bunu saxlayaq.
Aha, aeroporta çatdıq. Bu arada istədim yolda video çəkim, amma amma taksi yenə şaşırtmır bizim taksilər. Həyat hekayəsini danışdı. Bilməm falan qızdan onu elədim, bunu elədim. Bizim klasik taksi söhbətləri yəni. Əmmi. İnşallah bir gün biz də düzələsik. Hə uşaqlar, aldıq biletimizi. Acillə oturup. Çox ideal vaxtda gəlmişəm. Çekini qaçırmadım. Buradan da belə bir şey. Çekini qaçırmadım demiş. Yəni çekini çox gözləmədim. 20 dəqiqə falan gözləmişəm. İndi buradan keçək. Oradan da qapımıza sürüşək. Bu arada pasport kontrola çatmışam. İndi pasport kontrolu keçsəm. Bu da bizim bəzi havalimanı işçiləri, yəni gülərüz okey olmaq zorunda deyilsən, amma en azından biraz belə çabata davranmaya bilərsən. Notebookumu çıxartmışam. Deyir aç baxaq, bu okey bir şeydir, bu edirlər. Oturub yerində, ulan dur yanında bax notebooka get oturarsan da, mən əlimlə notebook qaldırıram ki, bu nədir, oturduğu yerdən görsün ki, işıq yanır. Ya da sumkamı çıxartıb qoyuram falan. Dirək sumkamı qoyuram. Ulan qoyuram. Nə bilim yəni. Yəni orada telefon düşmüşdü. Yəni belə ümidvaram bütün düzələrik. Bu arada 14 manatım var idi, 3 manatına su aldım. Biraz harınlamış bir alışveriş oldu ama olsun. 14 manatın 3'ünü suya verdim. Qaldı 11 de bir dənə qırış vardı, Allah razı olsun satıcı. Ondan artıq verdim, o da kartımı attı, belə. Çox kiçik çaplı digər kamerama keçdim, iPhone 11-mə. O biraz yəni ömrümdə bitirdiyi üçün bəllidir zaten kamerasından. Bir qapı gözləyirəm. Oyun oynayacağım. Hə, işte o oyunu göstərəcəm deyə bu telefonu açdım. Bu kamerası ama qəşəng. Düzdür. Mobile Legends oynayacağım. Ben göstərim. Belə. Hadi başlayaq. Oy. Bu arada mən həmişə Cyclops oynayıram, Mid. Bir də dolaşım oynayabilirim. Belə burada karakterlərimi göstərim deyilmiş. Neysə kesinlər işte. Hə uşaqlar. Çatdım, çox yorucu oldu. Boynum ağrıdı, yatmaq istədim, yatamadım, amma yatdım. İnternet yox, telefon bağlı, heç nə yox. Heç yox. Bir dənə avtobus bundan Zincirkuyu'ya gedirəm, onda bir dənə yeri qalıb dediyinə görə. Bu görək. Ama yani bu nömrənin belə olmağı pis oldu. Nömrənin biraz gün açılsın da gen şeydi. Resim elektriğim, heç elektriğiməmişəm, ona öyle bir pulsum var. Çok falan elime şansı var. Biraz da eğitim yola verip gerek. Ne olur? Ceko. Bizim xeyrisi de görün.